Salam, bugün size 8. sınıf biyologiyadan kesik eğitim izahını vereceğim. Kanalıma abone olmayı ve videomu like etmeyi unutmayın. Birinci sualla başlayak. Reseptorlar, ötürücü yollar ve beyin yarımküreleri qabığının müvafiq nahiyələrindən ibarət olan vahid sistemi bildirən termini göstərin. Bu termin analizatorlardır ki, dilin yanlarında əsasən hansı dad reseptorları yerləşir? Dilin yanlarında yerləşən tuş və duzludur. Dilin ucu şirindir, kökü acıdır. Ucu və yanları isə tuş və duzlu. Yəni olacaq Y variantı. Bəbək gözün hansı qişasında yerləşir? Bəbək gözün quzeyli qişasında yerləşir. Görmə orqanında kirpikli cisimlər hansı qişaya bağlanır? Damarlı qişaya bağlanır. 5-ci suala baxaq. 5-ci sualda isə anadan gəlmə uzaqdan görmə nədir? Anadan gəlmə uzaqdan görmə, yəni uzağı yaxşı görür, yaxını isə pis görür. Yaxını pis görür, uzağı yaxşı görür. Anadan gəlmə uzaqdan görmənin səbəbi nədir? Göz almasının anadan gəlmə qısa olmasıdır. Və yaxud da göz billurunun kifayət qədər qırılma qabiliyyətinə malik olmaması nəticəsində baş verir. 6-ya baxaq. Deməli, kolbacıqlar və çöpcüklərin funksiyalarını izah edin. Kolbacıq və çöpcüyün funksiyalarını izah edin. Deməli, kolbacıqlar işığı və rəngləri qəbul edir. Kolbacıqlar gündüz və parlaq işıqda görməyə şərait yaradır. Kolbacıqlar gündüz və parlaq işığı görür. Gündüz parlaq işıqda görməyə cavabdehdir. Amma çöpcüklər isə gecə görməsini təmin edir, zəif işıqda görməni təmin edir. Əsasən ağ-qara tonlarda görüntü yaradır. 7-ci suala baxaq. Başın vəziyyəti tez-tez dəyişdikdə ürəkbulanma baş verir. Bu hansı orqanın işi ilə əlaqədardır? Daxili qulağın işi ilə əlaqədardır. Daxili qulaq. 8-ci suala baxaq. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Açar sözlər 1. Çəkic, 2. Eşitmə borusu, 3. Daxili qulaq, 4. Təpil pərdəsi. İnsanın eşitmə orqanı qulaqdır. O 3 şöbədən xarici, orta və daxili qulaqdan. Buraya yazacaqsınız ki, daxili qulaqdan. Xarici qulaqla orta qulaq arasında təpil pərdəsi yerləşir. Bura aid olacaq 4, yəni təpil pərdəsi. Təpil pərdəsinə çəkic sümüyü birləşir. Çəkic sümüyü birləşir. Orta qulaq eşitmə borusu vasitəsilə burun qulaqla əlaqələnir. Epidermis, deməli uyğun gələnləri seçməliyik. Burada verilir bizə kəpək, təl vəzləri, piy ehtiyatı, buynuz və piy vəzləri. Epidermisə aiddir A, yəni kəpək. Dermaya aiddir təl vəzləri oldu B. Dərialtı piy qatına aiddir piy ehtiyatı C. 10-cu suala baxaq indi. 10-cu sualda nə deyir? Görmə orqanlarının hansı qüsurları olur? İzahlı şəkildə qeyd edilsin. Görmə orqanımızın qüsurlarından biri, məsələn, yaxından görmə, uzaqdan görmə problemi. Yaxından görmə, yaxını görür, uzaqdakı əşyaları bulanıq görür. Amma uzaqdan görmədəsə uzağı görür, yaxını yaxşı görmür. Daha sonra, məsələn, astigmatizmini yaza bilərik. Astigmatizm nədir? Həm uzaq, həm də yaxın görüntü qeyri-dəqiq və dalğalı olur. Səbəbi isə gözün buynuz qişası və ya göz buluru qeyri-bərabər əyilmiş olur. İşıq şüaları bir nöqtədə fokuslanmır. Həlli isə xüsusi silindrik eynəklər və ya lazer əməliyyatıdır. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın.